Ama eninde sonunda eğer bugün biz Ermənistanın rəhbərliyindən Rusiyanın onları kölələşdirməsinə dair, onları dizi üstə idarə etmələrinə dair fikirlər səsləndirilirsə, bu Azərbaycanı və Türkiyənin Ermənistan rəhbərliyinə başa saldığı həqiqətlərin ifadəsidir. Bu cür qiymətləndirilməlidir. Heç zaman biz Ermənistanın rəhbərliyindən sülh çağırışı, sülhə dair bir söz eşitməmişik. Ona görə də Paşinyan danışanda əlbəttə ki, əvvəla Azərbaycan ordusunun apardığı müalicədən sonra Paşinyanın ağıllandığını görürük. İkincisi isə gerçəkdən də Ermənistanın bugünkü rəhbərliyinin səsləndirdiyi fikirlərdən aydın olur ki, onlar artıq Rusiyanın dünya erməniliyinin başında qurduğu senarilər, oyunlar necə həyata keçirilib, necə reallaşdırılıb, onu səsləndirirlər. Və bu sevindirici haldır ki, Ermənistanın rəhbərləri bugün Rusiya deyirlər ki, Qarabağ məsələsi Ermənistanı kölə vəziyyətində saxlamaq, Azərbaycanı sən özünü düz aparmasan, sənin ərazini qopardarıq, şantajı və təhdidi altında özünə tabi etmə hərəkatı idi. İdarə edilən münaqişə Rusiyanın çörəyidir. Hər zaman söyləyirəm, Rusiya getdiyi heç bir məmləkətə, heç bir diyara, işıqlı heç bir ideya aparmayıbdır. Yalnız qırmızı terror, işgəncələr, cəza psixiatriyası, zindanlar, konsentrasyon düşərgələr, kolxoz quruculuğu, danosçuluq, milli kimliyi ilə və dini kimliyi ilə mübarizə, savaş, milli respublikaların ziyalılarının məhv edilməsi kimi eybəcər, əcaib, insanlıq əleyhində cinayətlər gətiribdir. Bunu Ermənistanın bugünkü rəhbərliyi anlayırsa ki, ermənilər hər zaman onların əlində maşa, dəyənək, çomaq rolunu oynayıblar. Bu bizi əlbəttə ki, xeyli dərəcədə sevindirir ki, Ermənistanın başında duranlar bu həqiqətləri qanmağa başlayıblar, dərk etməyə başlayıblar. Amma Rusiya erməniləri rahat bıraxacaqmı? Rahat bıraxmayacaq. Təbii ki, bu gərginlik getdikcə dırmanacaqdır. Və Rusiya indi iqtisadi rıçaqlara əl atmağa hazırlaşır. Bunlar təbiidir, hər zaman söyləyirəm, Rusiyadan taxıl alırsınızsa, gübrə alırsınızsa, taxta alırsınızsa, şalban alırsınızsa, hər nə mənə alırsınızsa alın və ya hər nə mənə istəyirsiniz satın. Satdığınız və ya aldığınız şey istənilən zaman Rusiyanın əlində sizə qarşı silaha çevrilə bilər.